Ədəbiyyat tarixində həmin o depressiv hallardan və onun ağır forması, məsələn, bipolardan filan belə intihar eləyənlər Bəli, bipolar olub bozuntu da. da Hətta məşhur yazıçılar, şairlər var. Tutaq ki, Nazim Hikmət, məsəl üçün, Mel Gibson, Marilyn Monroe. Yəni bir çox müəlliflər var ki, Rəssamlardan bunlar Vincent hamısı Van Gogh. Bəli, Van Gogh. Bunlardan əziyyət çəkiblər. Bunların içində intihar eləyəni olubdur. Və yaxud da hər hansısa böyük bir şeylərdən, ümumiyyətlə, yaradıcılığın kökündə imtina dayanır və bu imtinaya səni aparan şey mütləq şəkildə depressiya olur. Çünki sən barışmırsan heç nə ilə, əldə olanlar səni heç vaxt xoşbəxt eləyə bilmir. Bu çox maraqlı oldu. Fəlsəfə tarixində belə deyək, Sokrat, onlar məsələn elələri var idi ki, onlar əslində imkanlı adamlar idi. Sokratın ölümü ittihamlarında belə bir şey var idi ki, o gəncləri məsəl üçün pul qarşılığında başqa yola yönəldir. Amma bəlli olmuşdu ki, bu adam heç tələbələrdən pul da götürmür. Demək, buradan məsələ xoşbəxtlik anlayışının gəlib hər hansısa bir maddi məsələlərdə dayanması deyil. Bu maarifçilik yolunda bundan imtina eləmiş. Bəli, həmçinin onun tələbəsi, tutaq ki, Pluton onun ölümündən sonra Afinadan getmişdi, uzun illər böyük bir səyahətə çıxmışdı və geri qaydanda ideyalar yaratmışdı. Hansı ki, o ideyalar da məsələn, o istəyir ki, tutaq ki, o vaxtın hakimiyyətində krallar filosoflar olsunlar. Sənin pulunun olması, sənin imkanının olması, sənin gücü mütləq yaxşı şeylərə yönəltməyinə gətirib çıxarırdı. Yəni, bunlar bunu təbliğ eləmişlər, amma nəticədə belə olmayanlar da var təbii ki.